Salam, hər vaxtınız xeyir olsun. Kanalda əvvəlcə bildirdiyimiz kimi iyun ayının 14-ü xüsusilə də günün ikinci yarısına doğru Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində və Kiçik Qafqaz rayonları arasından başlayaraq hava şəraitinin tədricən dəyişilməsi gözlənilir. Xüsusilə də iyun ayının 14-ü günün ikinci yarısı axşam saatlarından başlayaraq Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları arasında havada buludluğun artması, topa yağış buludlarının güclü inkişafı fonunda leysan xarakterli qısa müddət ərzində intensiv yağışların yağması, dolu yağması ehtimalı var. Xüsusilə də qonşu Gürcüstan arasında formalaşması gözlənilən güclü topa yağış buludlarının və supersel buludlarının Azərbaycanın şimal və qərb rayonlarına daxil olması riski var. Yəni xüsusilə də Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ arasında yağıntıların daha da intensiv və güclü olması, şimşək çaxması, dolu yağması gözlənilir və dolunun diametrinin isə iri dənəli yağması ehtimalı var. Leysan xarakterli yağışlar qısa müddətli olsa da əraziyə qısa müddət ərzində intensiv və güclü yağıntıların yağması fonunda sel daşqın hadisələrində artım ehtimalı var. Eyni zamanda leysan xarakterli yağışlarla bərabər dolunun diametrinin bir qədər iri dənəli yağması və küləklərin də güclənməsi gözlənilir. Bu proseslər nəticəsində hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən fəsadların yaranması riski var. Proses iyun ayının 15-i və 16-sında da davam edəcək. Xüsusilə də iyun ayının 15-i günün ikinci yarısında və 16-cı gün ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında yağıntıların yenidən lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Dolu yağması, şimşək çaxması ehtimalı var. Yağıntılar eyni zamanda küləklərin güclənməsi ilə müşahidə edilməsi gözlənilir. Proses nəticəsində iyun ayının 17-si gündüz saatlarına qədər olan müddət ərzində ərazidən axan çaylarda sulluğun artması və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Göranboy, Naftalan, Bərdən, Tərtər, Beyləqan eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kələbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Füzuli, Cəbrayıl arasında və Naxçıvanın Sədərək, Ordu, Batı, Şahbuz, Şərqi ərazilərində də iyun ayının 14-ü xüsusilə günün ikinci yarısı axşam saatlarından başlayaraq havada buludluğun artması, Qaradəniz ərazisindən Gürcüstan ərazisində formalaşması gözlənilən topa yağış buludlarının əraziyə daxil olması fonunda yağıntıların qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması, şimşək çaxması ehtimalı var. Proses xüsusilə də iyun ayının 14-ü axşama doğru və 14-dən 15-dən keçən gecə bir qədər güclənəcək. Növbəti proses nəticəsində isə iyun ayının 15-i axşama doğru və 16-cı gün ərzində hava şəraitinin yenidən dəyişilməsi, havada buludluğun artması, arabir yağış yağması, yağıntıların qısa müddət ərzində lokal xarakterli intensiv və güclü olması ehtimalı var. Eyni zamanda dolunun diametrinin iri dənəli yağması və leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluq gözlənilir və sel daşqın hadisələrində artım ehtimalı var. İyun ayının 17-si gündüz saatlarında hava şəraiti nisbətən sabitləşsə də iyun ayının artıq yenidən 19-u, 20-si və 21-də hava şəraitinin dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarında, yəni Yevlax, Kürdəmir, İmişli, Ucar, eyni zamanda Zərdab, Ağcabədi, Beyləqan ərazilərində və Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də iyun ayının 14-ü axşama doğru havada buludluğun artması gözlənilir. Xüsusilə də Azərbaycanın şimal, qərb və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının mərkəzi Aran rayonları arasında da daxil olması riski var ki, nəticədə yağışın qısa müddət ərzində intensivləşməsi, dolu yağması ehtimalı var. İyun ayının 15-i axşama doğru və 16-cı gün ərzində hava şəraitinin yenidən dəyişilməsi, arabir yağış yağması və yağıntıların lokal qısa müddət ərzində intensivləşməsi, dolu yağması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda və su kanallarında sulluğun artması və Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında və Araz çayında da sulluğun artması gözlənilir. Eyni zamanda Kür və Araz çayına yaxın olan ərazilərdə və bəzi göl ərazilərinə yaxın olan ərazilərdə qurut sularının yer səthinə çıxması və bəzi ərazilərdə isə su basma hadisələrində artım ehtimalı var. İyun ayının 17-ci gündüz saatlarında isə artıq hava şəraitinin tədricən sabitləşməsi və havanın temperaturunun gün-gündən yüksəlməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın Cəlilabad, Masallı, Lənkəran, Assalı, Yardımlı və Lerik ərazilərində də iyun ayının 14-ü axşama doğru havada buludluğun artması, arabir yağış yağması, şimşək çaxması ehtimalı var. Xüsusilə də Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Cəlilabad, Yardımlı, Lerik və Assalının dağ kəndlərindən, yəni dağ ətəyi və dağlıq kəndlərinə daxil olması və ərazidə
hava şəraitinin dəyişilməsi və lokal qısa müddətli yağış yağması, şimşək çaxmasının səbəb olması gözlənilir. Növbəti proses nəticəsində isə iyun ayının 15-i axşama doğru və 16-sında isə prosesin yenidən təkrarlanması, havada buludluğun artması, arabir yağış yağması, xüsusilə yanğıtların Cəlilabad, Yardımlı, Lerik vasitələrinin dağ kəndlərində lokal qısa müddət ərzində intensivləşməsi gözlənilir. Proses nəticəsində ən çox da Lerik, Yardımlı vasitələrinin dağ kəndlərində leysan xarakterli yağışların təsirindən dağ sahələrində sululuğun bir qədər artması ehtimalı var. İyun ayının 17 günlük saatlarında isə artıq hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bakı-Abşeron Sumqayıt ərazisində iyun ayının 15-i və 16-sında şimal külələrinin arabir bir qədər güclənməsi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir. Xüsusilə də iyun ayının 15-i və 16-sında havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək və şimal külələrinin təsirindən havanın bir qədər sərinləşməsi gözlənilir. İyun ayının 15-i və 16-sında havada buludluğun artması və lokal qısa müddət ərzində yağış yağması ehtimalı var. Bu yağıntılar xüsusən də axşam və gecə saatlarında gözlənilir. Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının bəzi hissələrinin də dağılmadan Bakı-Abşeron Sumqayıt ərazisindən daxil olması riski var. Bu risk 7-10% olsa da bu ehtimalı nəzərə almaq lazımdır. Yəni qısa müddətli yağış yağması ehtimalı var. Lakin yağışların havadakı tozla qarışması fonunda bir qədər tozlu və bir qədər də qısa müddətli tozla qarışıq yağışların yağmasına səbəb olması gözlənilir. İyun ayının 17 gündüz saatlarında artıq havanın temperaturunun tədricən yüksəlməyə başlaması və 18-19-da isə havanın maksimal temperaturunun Bakı-Abşeron Sumqayıt ərazisində müsbət, günorta saatlarında müsbət 31-35 dərəcəlik yüksəlməsi gözlənilir. İyun ayının 3-cü 10 günlük ərzində Qafqazın Cənubi Azərbaycan arasında havanın temperaturunun yenidən tez-tez kəskin təbəddüdləri gözlənilir. Xüsusilə də iyun ayının 3-cü 10 günlük ərzində Şimali Qafqazdan, Qara dənizin şərqindən və Aralıq dənizin şərqindən atmosfer cəbhələrinin tez-tez Qafqazın Cənubi Azərbaycan arasından keçməsi fonunda Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Naxçıvan ərazisində və Kiçik Qafqaz rayonları arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu proseslər fonunda günorta saatlarında günəşli hava şəraiti müşahidə edilsə də, havanın temperaturu xüsusən də axşam saatlarında kəskin şəkildə enə bilər, dolu yağması, eyni zamanda leysan xarakterli yağışların yağması fonunda hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən fəsadların yaranması riski var. Eyni zamanda iyun ayının 3-cü 10 günlük ərzində Böyük Qafqaz rayonlarında və Gəncə Qazax arasından axan çaylarda gürsulluğun artması, yəni sululuğun artması və sel daşqın əsərində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Ümumilikdə isə son dövrlərdə iqlim dəyişikliyi fonunda artıq Qafqazın Cənubi Azərbaycan ərazisində iqlim üçün xarakterik olmayan bir dəyişikliklər müşahidə edilir. Bu da iqlim dəyişikliyinin bir təsiri ilə topa yağış buludlarının qısa müddət ərzində güclü inkişafı fonunda 1-2 saat müşahidə edilən, yəni 1-2 saat ərzində müşahidə edilən leysan xarakterli yağışların daha da güclənməsi, yəni qısa müddət ərzində əraziyə aylıq və bir neçə aylıq yağıntıların yağması fonunda ərazidə daşqın və sel hadisələrinin, su basma hadisələrinin kəskin artması risklərinin artması gözlənilir. Eyni zamanda dolunun diametrinin iri dənəli yağması da bu topa yağış buludlarının güclü inkişafı fonunda buludun taban yüksəkliyinin bəzi ərazilərdə 11-17 km qədər yüksəlməsi də yağan dolunun diametrinin, yəni iri dənəli dolu yağmasına səbəb olur. Eyni zamanda bu leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi də proseslərin qısa müddət ərzində kəskinləşməsi fonunda qısa müddətli fırtına şəklində proseslər nəticəsində müəyyən fəsadların artması riski var. Bununla əlaqədar olaraq artıq kənd təsərrüfatı sahələrində, yəni hava ilə əlaqədar olan bir sıra sahələrdə artıq ənənəvi üsullardan artıq əlavə olaraq iqlim dəyişikliyinə uyğun olan bir üsullardan istifadə etmək lazımdır. Xüsusən də artıq əkin sahələrinin üstü qapalı şəkildə saxlanılması çox vacibdir. Çünki artıq dolu yağıntıları nəticəsində açıq havada, açıq ərazilərdə əkin sahələrində dəyən ziyanların sayında xeyli artım ehtimalı var. Ümumilikdə isə artıq bu risklər bütün dünyada artıq artır və bu risklərin daha bir qədər də intensiv şəkildə artması Qafqazın cənubunda müşahidə edilir. Dünyanın xüsusən də okeana yaxın ərazilərində bu tip hadisələr daha tez baş verir də əvvəlki illərdə. Lakin artıq Qafqazın Cənubi Azərbaycan ərazisi okeanlarının xeyli uzaqlıqda yerləşsə də, artıq Qafqazın Cənubi Azərbaycan ərazisində də əvvəlki dövrlərdə müşahidə edilməyən, çox nadir hallarda baş verən kəskin atmosfer hadisələrinin və dağıdıcı hidroloji hadisələrin artıq intensivliyi, tezliyi artır və bu tendensiyanın 2025-ci ilin
yay aylarında və payız aylarında bir qədər də artması, intensivləşməsi və tezləşməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.